Bilirəm ki, sizlər də mənim kimi adını eşidəndə deyəcəksiniz, heç yeyə bilmərəm. 30 yaşına qədər heç qutab yeməyən adam, qarın qutabından iyrənən adam bugün bu qutabdan ağzımı çəkə bilmirəmsə, təsəvvür edin, dadı nə qədər gözəldir. O qədər gözəl bir resept tapmışam ki, inanın ki, demək olar ki, 2 gündən bir bizim evdə qarın qutabı bişir. Hətta uşaqlarımız belə yeyir. Düzdür, ilk öncə təmizləyəndə iyisi çox da o deyil, amma ki, sonradan heç bir qoxu qalmır. Təsəvvür edin, uşaqlar belə bu qutabın 5-6 dənəsini bir dəfəyə yedilər. Onu da bölüşəcəm ki, uşaqlar hansı tipdə bunu daha çox sevdilər. İlk öncə onu qeyd edim ki, qarnını mən təmizləməmişdim, yumamışdım. Anam təmizləmişdi. Onun təmizlənməsini sizlə bölüşə bilmədim, amma bildim ki, isti suya soda, bir də alma sirkəsi tökmüşdü. Onunla üstünü təmizləmişdi. Ağappaq olmuşdu. Heç bir zərrə qədər çirki qalmamışdı. Çox təmiz idi. Ondan sonra evdə də bir balaca yudum. Ət maşınından keçirib suda deyərəm ki, 5-6 dəqiqə olardı. Bir balaca suda qaynatdım ki, qoxusu biraz getsin. Kim istəsə çiğ də edə bilər, ancaq mən çiğ eləmədim, biraz qaynatdım. 3 ədəd soğanı da ət maşından keçirib, üstünə əlavə edib, duz, istiot, qırmızı biber, zirinc əlavə edib, içliyi qarışdırdım. Kim istəsə zirinc yox, yerinə nar əlavə edə bilər, ancaq bizdə nar sevilmədiyi üçün mən zirinc əlavə etdim. İçliyi bir kənara qoyub xəmiri hazırladım. Bu xəmiri hazırlayın, inanın o qədər yumuşaq, ağızda əriyən bir xəmirdir ki, hər dəfə bu xəmiri hazırlamaq istəyəcəksiniz bütün reseptlərdə. Xəmirin də hazırlanması 1 kilo una 2 xörək qaşığı qatıq, 2-3 xörək qaşığı olardı, yəni 4-5 stəkan duru yağ, ondan sonra 2 qaşıq duz əlavə edib, aparana qədər su töküb qarışdırdım. 20 dəqiqə olardı, qoydum, xəmirimiz bir balaca dincəldi. Sonra kündələrə ayırıb belə içlikləri qoyub, qoydum bişsin. O üz bir üz bişəndən sonra lavaşların hər birinin üzünü yağladım, qoydum. Onu da qeyd edim ki, bayaq dedim ki, uşaqlar necə sevdi, onu sizə deyəcəm. Uşaqlar bu formada olanda sevmirdilər. Deyirdilər, biz bu qutabı sevmirik. Ancaq mən bu formada lavaşı açıb, üstünə limon, cəfəri qoyanda bunun lahmacun olduğunu uşaqlara izah elədim və bu formada sevməyə başladılar. Günü bu gündə hələ də lahmacun adı ilə bu qutabı yeyirlər, amma inanın həqiqətən də cəfəri ilə də dadı çox möhtəşəmdir. Kimlər istəsə evdə yoxlaya bilər.